Son günlər dünyanın diqqəti Cənubi Amerikaya yönəlib. Venezuelada baş verənlər birmənalı qarşılanmayıb. Amerika Birləşmiş Ştatlarının Venezuelada keçirdiyi hərbi əməliyyat nəticəsində ölənlərin sayının artıq 80 nəfərə çatdığı bildirilir. Bu barədə The New York Times nəşri yüksək vəzifəli Venezuelalı rəsmi istinadla məlumat yayıb. Mənbənin bildirdiyinə görə şənbə günü həyata keçirilən əməliyyat zamanı həlak olanlar arasında mülki şəxslər, eləcə də Venezuelanın təhlükəsizlik qüvvələrinin əməkdaşları var. Hazırda ölkədə vəziyyətin gərgin olaraq qalması səbəbindən ölənlərin sayının arta biləcəyi istisna edilmir. Yerli səhiyyə strukturlarının məlumatları isə hələlik tam açıqlanmayıb. Xarici kütləvi informasiya vasitələrinin yazdığına görə yanvarın 3-də Amerika Birləşmiş Ştatları Venezuela ərazisində hərbi əməliyyatı həyata keçirib. Məlumatlarda bildirilir ki, əməliyyat çərçivəsində xüsusi təyinatlı qüvvələr paytaxt Karakas və ətraf ərazilərdə bir neçə strateji obyekt nəzarət altına alıblar. Həmin əməliyyat zamanı Venezuela prezidenti Nicolas Maduro və onun həyat yoldaşının saxlanıldığı iddia olunur. Eyni mənbələr onların daha sonra Amerika Birləşmiş Ştatlarına New Yorka aparıldığı barədə məlumat yayıb. Amerika Birləşmiş Ştatları rəsmiləri əməliyyatla bağlı geniş təfərrüat verməsələr də, bəyanatlarda addımın milli təhlükəsizlik və regional sabitlik arqumentləri ilə əsaslandırıldığı qeyd olunur. Venezuela tərəfi isə baş verənləri suverenliyin pozulması və beynəlxalq hüquqa zidd hərbi müdaxilə kimi qiymətləndirib. Hadisə beynəlxalq aləmdə də ciddi reaksiyalara səbəb olub. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar zorakılığın dayandırılmasına, mülki halinin qorunmasına və vəziyyətin diplomatik yollarla həllinə çağırış ediblər. Venezuela daxilində isə etiraz aksiyalarının və təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir. Müşahidəçilərin fikrincə baş verənlər Latın Amerikasında geosiyasi balansı dəyişir, həmçinin regionda uzunmüddətli qeyri-sabitliyə yol aça bilər. Hazırda hadisələrin inkişafı və ölənlərin dəqiq sayı ilə bağlı məlumatlar rəsmi mənbələr tərəfindən dəqiqləşdirilir.